Kanalımı izleyen herkese salamlayıram. Biz bugün Mirzə Ələkbər Sabirin Neynərdin İlahi əsərinin təhlilinə baxırıq. Əsər beynəlxalq mövzuda yazılıb və 1908-ci ildə Molla Nəsrəddin jurnalında çap olunmuşdu. Biz bunun Əkinçi ilə oxşar cəhətini götürə bilərik ki, hər ikisi məsələn Molla Nəsrəddin jurnalında çap olunub. Sadəcə il fərqi var. Aralarında bir il fərq var. 1907-də Əkinçi, 1908-də isə Neynərdin İlahi. Belə yadda saxlaya bilərik ki, yazı o qədər bezib ki, məsələn, Əkinçini dedi, gördü ki, işdən yoxdur. Artıq İlahiyə üz tutur. Belə yadda saxlaya bilərik ki, arda-arda hansı dərc olunub. Demək, təkcə beynəlxalq mövzu dedim, amma təkcə beynəlxalq mövzu yox, eyni zamanda milli məsələlər də var. Həm milli, həm də bəşəri problemləri vəhdət halında verib və burada həm milli bəlalara, həm bəşəri bəlalara xüsusi diqqət çəkir. Mövzusu insan təbiətindəki ətalətin, cahilliyin tənqidinə yönəlib və burada cəmiyyətdə əxlaqi aşınmalar, sosial bərabərsizliklər, mənəvi dəyərlərin itirilməsi şairin narahat eləyir və burada daşqəlbli insanların, zülmə dözənlərin, cəhalətin hökm sürdüyü bir dövrün, riyakarlıq edən dindarların, zəhmətkeşlərin istismar olunması kimi problemlərin qabardılmasını görürük və məzlumun haqqı tapdalanır, amma o həmin bu vəziyyət qarşısında susur, eynilə Əkinçidə olduğu kimi. Və bunların hər birinə görə artıq şair ilahi ədalətə üz tutur və mərkəzi mövzunu da elə bu təşkil eləyir. Bəs əsərin yazılma səbəbi nədir? O da yenə həminki kimi dövrün ictimai, siyasi və mənəvi böhranına etiraz olaraq yazılıb və burada yaşadığı dövrdə şairin yaşadığı cəmiyyət rüşvət, cəhalət, istismar, dini riyakarlıq, zəhmətkeşin haqqının yeyilməsi kimi halları ilə qarşılaşır şair və həmin bu cəmiyyətdə və buna təbii ki, sakit qala bilməzdi onun qəlbi. Nəticədə də belə bir satira yazır və fəryad edir. Bəs forma xüsusiyyətləri, ideyası nədir? Əsərin ideyası elə budur ki, zülm və haqsızlıq qarşısında susmaq olmaz. Zülm və haqsızlıq cəmiyyətin əsas qanununa çevriləndə ilahi ədalət qaçılmaz olur, yəni labüd olur və nəticədə cəhalət harda ki hökm sürür, orada elm adamları, irfan sahibləri kənarda qalır. Hətta onları aradan sıxışdırıb çıxartmağa çalışırlar ki, onlar insanların oyanmasına səbəb ola bilər. Və burada əslində zülm qarşısında susmamaqla yanaşı milli özünü dərkə qayıdış da var. Yəni çağırış var. Və belə hadisələrin hər biri insanlığı düşündürməyə vadar edir. Bu qədər haqsızlıq varsa ilahi ədalət hardadır? Sualı yaradır insanda. Və forma xüsusiyyətləri təbii ki, əsər satira janrında qəzəl formasında yazılıb, amma qəzəl deyil. Biz bilirik ki, qəzəl əsasən qadına məhəbbət adı altında olur. Yəni qəzəlin mənası əslində qadına məhəbbət deməkdir və qəzəldə daha çox bu hisslər tərənnüm olunur deyə. Hamısında yox, amma əksəriyyətində belədir vəziyyət. Amma burada görürük ki, tərənnüm yoxdur. Satira janrındadır və qəzəl formasındadır sadəcə. Beytlər şəklində yazılıb. Həzəc bəhrindədir, Neylərdin İlahi rədifindən istifadə olunub və əsər də elə rədif əsasında adlandırılıb. Müraciətlər var burada ilahiyə və qafiyə quruluşu da elə qəzəldəki kimi A, B, A, C, A, C, A, D, A formasında gedir. Bəs gəlin indi biz bir-bir, beyt-beyt təhlilinə baxaq. Baxın, qafiyə quruluşu A, ilk beytin, bu arada onun vahidi beytdir, 2-2-dir. Burada təbii ki, məcaz növlərinə, sonra sintaktik fiqurlara da baxacağıq. Daş qəlbli insanları neynərdin ilahi? Bizdə bu soyuq qanları neynərdin ilahi? Burada deməli, daş qəlbli insan təbii ki, epititdən istifadə edib və eyni zamanda
bədii sual var burada. Yəni ilahi durub deməyəcək ki, buna görə yaratmışam daş qəlbli insanları. Sadəcə cavabı əslində elə sualın özündədir, bədii sualın. Yəni daş qəlbli insanlar yaradılmamalıdır. Soyuqqanlar eyni zamanda. Biz bilirik ki, əgər cəmiyyətdə daş qəlbli insanlar çoxalarsa, soyuqqanlar çoxalarsa, mərhəmət olmaz və bir-birinə insanlar yaxşı davranmaz, davalar, müharibələr qaçılmaz olar. Zülm qarşısında eyni zamanda soyuqqanlılıq nümayiş etdirirlər. Müəllif də Allaha müraciət edərək deyir ki, zülm qarşısında soyuqqanlılıq nümayiş etdirən daşqəlbli insanların yaradılış səbəbi nədir? Yəni bunlar niyə yaranıb? Bir növ Allaha şikayət eləyir bundan. Və burada eyni zamanda soyuqqan ifadəsi də epitetdir. Bununla bağlı mənim sonda yenə sualım olacaq. Ona görə diqqətli olaq. Artdıqca həyasızlıq olur el mütəhəmmil. Hər zülmə dözən canlıları neynərdən ilahi? Biz bilirik ki, Sabirin yaradıcılığında o təkcə zalimları qınamır, eyni zamanda məzlumları da qınayır ki, yəni nə üçün susursan, dözürsən? Hətta mən deyərdim ki, bunu müəllif İslamı çox yaxşı bildiyindən irəli sürür. Çünki İslamda deyilir ki, sənə zülm edənə əsla boyun əymə. Zülmə mütləq cavab vermək lazımdır. Yəni insan öz ruhuna, öz bədəninə necə rəva görər ki, zülm olunsun? Ona görə də zülmə qarşı dözməmək lazımdır demək istəyir. Deyir ki, hər zülmə dözən canlıları neynərdən ilahi? Artdıqca həyasızlıq olur el mütəhəmmil. Yəni bu beytdən görürük ki, müəllif həyasızlığın artdığı bir vaxtda hər şeyə təhəmmül edən insanların da varlığını sorğuluyur. Mütəhəmmil nədir? Yəni hər şeyə təhəmmül edənlər. Onların da mütəhəmmil, hər zülmə dözən əslində dalbadal gəlib sadalanır bir növ. İzahı verilir mütəhəmmil sözünün elə dalbadal olaraq və bunların da varlığının səbəbini soruşur ki, bunlar nəyə lazım idi, yaxşı. Burada da bədii təzad var təbii ki. Bədii təzaddan istifadə edib müəllif bu beytdə. Bəs sonraki beytlərdə nələrdən söhbət gedir? Gəlin, baxaq. Bir dövrdə ki, sidq-ü səfa qalmayacaqmış. Bilməm belə dövranları neynərdən ilahi? Buradakı kim, bilir ki, bağlayıcısıdır. Bir dövrdə ki, bağlayıcı da deməzdim, hətta bu ədaddır. Bir dövrdə ki, sidq-ü səfa qalmayacaq. Yəni sədaqət, belə deyək, saflıq, səfa burada saflıq mənasında işlənir. Yəni bizim bildiyimiz səfa çəkmək mənasında yox. Saflıq, sadiqlik, bunlar yoxdursa, yəni yaxşı niyyət yoxdursa, onda belə dövran nəyə lazım idi? Neynirdik belə dövranları? Yəni burada zəmanənin bir növ hiylə ilə, baxın, hələ də səsləşir. Sabiri böyük eləyən nədir? Onun əsərlərinin bu gündən də səsləşməsidir. Hələ də səsləşir və hətta daha betər bir vəziyyət. Yəqin ki, yazıq Sabirin bu dövrü görsəydi, ürəyi partlayıb ölərdi. Ki, hər şey riya, yalançılıq, hiləlik, hiləgərlik üzərində qurulub. Və bunların da hamısına qarşı etiraz eləyir. Deyir ki, zəmanə fitnə, hilə ilə doludur. Gör, o vaxtdan beləymişsə, bundan sonra nə olacaq? Allah bilir. Növbəti beytə baxaq. Məzlumların gözyaşı dərya olacaqmış, dəryaları ümanları neynərdi? Burada bir mübaliğədən istifadə edir. Biz bilirik ki, gözyaşı dəryaya, dənizə çevrilə bilməz. Sadəcə müəllif burada əzilən təbəqənin, zalim insanların zülmünə məruz qaldığını və nəticədə də elə buna görə də onların gözyaşının dərya qədər çox olduğunu göstərir və bunlarda ümmanlarla müqayisə edir ki, əgər göz yaşından dərya yaradacaqdınsa, onda ümmanları neynirdin? Dəryaları, dənizləri, ümmanları neynirdin?
həm mübaliğədən, həm də təzaddan yenə istifadə etmiş oldu. Səyyad-ı cəfakarda rəhm olmayacaqmış, ahuləri, ceyranları neynərdin ilahi? Əslində burada səyyad-ı cəfakar ovçuları nəzərdə tutur. Ahu, ceyran da eyni mənaya gəlir demək olar. Sadəcə bir məsələ var ki, əziz dinləyicilər, deməli bu ovçu da zalımdır əslində. Ahu, ceyran isə yazıqdır, məzlumdur. Yəni yenə zalım və məzlum müqayisəsi var burada. Güclünün gücsüzə qarşı münasibəti var ki, bunları yaradırdınsa, yəni ovçuları, bunlarda rəhm olmayacaqdısa, onda bəs ceyranları niyə yaradırdın axı? Ov ovlayan insanlarda mərhəmət olmayacaqdısa, onda ceyranlar nəyə lazım idi? Sonra deyir ki, bağın əkinin faydasını bəylər görəcəkmiş. Bəs toxum əkməyə, töxm əkməyə o formasındaydı. Dehqanları neynərdin ilahi? Yəni bu da təzadlı bütövlükdə. Burada əkinçi şeirində qoymuş problem yenə var, öz əksini tapır. Burada görür ki, rəiyyət əziyyət çəkir, çox çalışır, toxum əkir filan, amma bunun bəhrəsini kim görür? Yəni bəhrəsini düzdür, əkinçi çox az görür, amma böyük əksəriyyətini, onun payını əlindən alan kimlər olur? Bəylər, bəyzadələr, mülkədarlar, bunlar deməli alırlar da əkinçilərin zəhmətini əllərindən. Yəni onların əməyini istismar edirlər bir növ. Bəs bunda bu bəylər əgər onların əməyini istismar edib o xeyri görəcəkdirsə, onda dehqanları neynirdin? Yəni əkinlə məşğul olan əkinçiləri neynirdin? Və burada da yenə təzaddan istifadə elədi. İş rəncbərin, deməli güc öküzün, yer özününkü, bəyzadələri, xanları neynərdin ilahi? Burada da belə deyək, əslində iş də kəndlinindir, güc öküzündür, yer də özününküdür. Amma buna baxmayaraq, yenə də bəylər, xanlar gəlir, onların qazandıqlarına ortaq olurlar. Yəni onsuz da bu iş rəncbərə aiddirsə, güc öküzə aiddirsə, yer də özünə aiddirsə, bəs onda bəyzadələr, xanlar nəyə lazımdır? Nə işə yarayırlar demək istəyir. Və yenə burada da əslində bayaqki beytin davamı kimi səsləşir bu. Hökm eləyəcəkmiş bütün aləmdə cəhalət, dildadə irfanları neynərdin ilahi? Əgər bütün aləmdə, bütün dünyada cahillik hökm sürəcəkdirsə, baxın, bəşəri məsələ gəldi, yenə ortaya çıxdı. Bəs onda elm düşkünü olan insanlar, baxın, dildadə irfan elm adamlarını nəzərdə tutur, elm adamlarını, qələmi tapa bilmirəm ki, yazım üstündə getdi, haralara çıxdı. Dildadə irfan, bir daha deyirəm, elm adamlarını nəzərdə tutur. Elmə, marifə könül verən deməkdir. Dildadə, dil könüldür, əziz izləyicilər. İrfan isə arif, yəni marifpərvər mənasında, görürsünüz, flektiv sözlərdir bunlar. Yəni elmə, marifə könül verən anlamındadır. Yəni əgər dünyada cəhalət hökm sürürdüsə və onda bu alimləri neynirdi? Çünki onsuz da cəhalətin olduğu yerdə heç kəs alimləri görmək istəməz. Sonra sırtıqlı müsəlmanları təkfirə qoyan bu döşdüklü müsəlmanları neynərdin ilahi? Əslində belə bir məsələ var ki, sırtıqlı müsəlman yadda saxlayaq, döşdüklü müsəlmanları da həmçinin. Sırtıqlı müsəlman əslində burada Avropa qiyafəsində olan müsəlmanlar nəzərdə tutulur. Hansı ki, onlar elmi, mərifəti öyrənib gəliblər. Yəni bilirlər ki, onlar, tutaq ki, elm nədir, marif nədir? Bunların hamısını, yəni bilirik ki,
əsl olmayan, yəni döşdüklü müsəlmanlar bu elm adamlarını nəyə qoyurdular? Lağa qoyurdular və yaxud onları kafir adlandırırdılar ki, sən gedib Avropada oxuyursan, bu da kafirlikdir sənin elədiyin, dinə ziddir. Yəni zahirən özünü elə göstərir ki, bunlar güya ki, əsl dindar bunlardır və çox təəssüflər olsun ki, onlar həm də nüfuz sahibi idilər. Yəni döşdüklü müsəlmanlar, hansı ki, saxta müsəlmanlar, onlar belə deyək, İran qiyafəsində olurlar və elmə təhsilə pis baxan kütlədir bunlar. Və müəllif qeyd edir ki, surtuqlu müsəlmanlar, yəni əsl müsəlmanları təkfirə qoyan, yəni onları kafir hesab edən, təkfir kafir. Yəni küfr flektiv səslərini yaradan, effektiv sözlər yaradan səsləri görürük. Bunları neynirdin onda? Həqiqətən də belədir. Burada zahirən müsəlmana bənzəyən, amma daxilən həqiqətən müsəlman olan insanların qarşı durmasını aparıb müəllif, qarşılaşdırıb onları və deyir ki, onda bu yəni əsl müsəlmanları kafir hesab edən yalançı müsəlmanları neynirdin? Yaxud bunların bu qədər nüfuzu olacaqsa, yəni söhbət döşdüklü müsəlmanlardan gedir. Bunların deyir bu qədər nüfuzu olacaqdırsa, hər kəs bunlara inanacaqdırsa, onda bu 5-3 suxəndanları nə elərdi? Suxəndanlar isə sözləri ilə xalqa təsir eləyənləri, əsasən şairləri filan nəzərdə tutur müəllif, suxəndanları. Yəni bunlar da nəsə xalqa öyrətmək istəyirlər. Onlar da xalqı oyatmağa, onların maarifinə çalışırlar. Söz ustaları. Suxəndan söz ustası deməkdir. Amma bunların nüfuzu yoxdur. Yəni suxəndanların nüfuzu yoxdur. Çünki nüfuzu olan kimlərdir? Yalancı, döşdüklü müsəlmanlar. Və sonra da deyir ki, bir kinayə var bu beytdə, qeyrətli danosbazlarımız, yəni arada söz gəzdirənlər iş bacararkən, təbii ki, bu iş bacarmaq da kinayə ilə deyilir. Danosbaz söz gəzdirən deməkdir. Tənbəl dəli şeytan epitetdən istifadə eləyib, dəli şeytanın varlığını sorğuluyur. Belə bir məqam ortaq cəhət olaraq verilə bilər. Şeytanın varlığının niyə var olduğunu sorğulamaq. İblis əsərində Arifə də aid eləyə bilərik. O deyir ki, insanları yaratmaqda bir hikmət var. Bəs onda iblisə nə hacət var? Yəni ona nə ehtiyac var? Burada da eynən müəllif deyir ki, şeytana nə gərək var idi? Əgər qeyrətli, dırnaq arası qeyrətli, təbii ki, kinayə var burada. Kinayədən istifadə olunub. Onlar bu qeyrətli söz gəzdirənlərimiz dırnaq arası iş bacararkən onda ara vuranlar, yəni casuslar nəzərdə tutulur. Onlar şeytandan daha betərdilər. Bəs onda şeytana nə ehtiyac var idi? Bax, bunu da belə ümumiləşdirə bilərik. Deməli, müəllif burada əslində yekunlaşdırmır. Yəni bu qəzəl, bu ümumiyyətlə qəzəl formasında, satira janrında yazılan Neynərdin ilahinin sonu Sübhanəkə, Sübhanəkə sözləri ilə başlayan beytlə bitir. Sadəcə biz burada yekunlaşdırırıq dərsliyə əsasən və gördük ki, demək olar ki, hər beytdə bir dənə o dediyim kimi yenə sonuncu beyt əslində, yəni bu ixtisarsız variantında sonuncu beytdə ilahiyə müraciət yoxdur. Amma bizə verilən, dərslikdə verilən hissədə bütün beytlərdə ilahiyə müraciət var, amma bütün misralarda yox. Sadəcə beytlərdə deyirik. Birinci beytin hər iki misrasında ilahiyə müraciət var. Yadda saxlayaq bu hissələri, əzbər sual olaraq düşə bilər.
Bəs əkinçi ilə neynərdən ilahinin ortaq cəhətləri nələrdir? Ən çox düşən test tiplərindən biridir. Ona görə öyrənmək məcburiyyətindəyik. Molla Nəsrəddin jurnalında dərc olunub. Hər ikisi dediyim kimi il fərqi var idi. Əruzun Həzəc bəhrindədir. Hər ikisi haqqı əzilən insanların öz haqqını tələb edə bilməməsi məsələsi var. Hər ikisində imtiyazlı təbəqə lovğa mülkədarlığı ləğv olunmalı, əzilən təbəqənin öz haqqını müdafiə etməsi lazımdır ideyası olaraq səsləşə bilər. Müraciət əsasında qurulub, birində əkinçiyə, digərində isə ilahiyə müraciət var. İnsan taleyinin laqi etdiyi öz əksini tapıb, ətalət var burada. Rədif əsasında adlandırılıb, hər ikisi satiradır, tərənnümə yeri verilməyib hər ikisində və hər ikisində zülmə məruz qalan aşağı təbəqənin vəziyyətindən söz açılır. Bəs fərqli cəhətləri nələrdir? Qeyd eləməmişəm fərqli cəhətləri. Fərqli cəhətləri özüm deyirəm, əziz izləyicilər. Deməli, əkinçidə tipi özdili ilə ifşa üsulundan istifadə edilib, amma nələrdən ilahidə belə bir məqam yoxdur. Bir də əkinçidə sadəcə bir təbəqə var, mülkədar və kəndli sinfi, amma neynərdən ilahidə daha çoxdur. Mövzu dairəsi, əhatə dairəsi genişdir. Gəlin indi sual-cavaba baxaq. Deməli, daşqəlbli insanlar obrazı nəyi simvolizə edir? Bu obraz mərhəmətsizliyi, vicdansızlığı və insan ağrısına laqeydliyi simvolizə edir. Daşqəlb mənəvi donuqluq, insani hisslərin ölməsi deməkdir. Şair bu cür insanların cəmiyyətdə çoxalmasını fəlakət kimi təqdim edir. Soyuqqanlı insanlar ifadəsində isə laqeydliyi göstərir. Çünki bunlar zülm qarşısında, haqsızlıq qarşısında reaksiyasız qalan, emosional və vicdanı məsuliyyət daşımayan insanlar bildirir əslində. Şairə görə belə laqeydlik zülmün davam etməsinə də şərait yaradır. Hər zülmə düzən canlılarda şairə görə zülmə susmaq onu normallaşdırmaq deməkdir. Bu qorxaqlıq və iradəsizlik kimi qiymətləndirilir və cəmiyyətin mənəvi çöküşünə səbəb olur. Sidq və səfanın qalmayacağı dövr deyəndə isə əxlaqi dəyərlərin sıradan çıxdığı, səmimiyyətin yox olduğu bir cəmiyyət modelini göstərir. Şair həm yaşadığı dövrü, həm də ümumiləşdirilmiş gələcək təhlükəni nəzərdə tutur. Göz yaşının dəriyə və ümman kimi verilməsi hansı vasitədir? Təbii ki, mübaliğədir və məqsəd məzlumların çəkdiyi iztirabın miqyasını böyütmək və oxucuda emosional təsir yaratmaqdır. Səyyahı cəfakar və ahı ceyran qarşılaşdırması da zalımla məzlumun əslində güclü və gücsüzün ziddiyyətini göstərir. Ovçu zalım sistemi, ceyran isə müdafiəsiz insanları simvolizə edir. Bağın əkinin xeyrini bəylər görəcəkmiş beyti də burada tənqid olunan hədəf istehsal edənlə qazanan arasındakı ədalətsizliyi, zəhmətkeşin əməyin istismar edilməsini ifşa edir. Sinifə bərabərsizlik açıq şəkildə göstərilir. Dehqan, rəncbər, öküz və torpaq obrazları da, daha doğrusu ifadələri əməkçi sinifin həyatını və kəndli iqtisadiyyatını təmsil edir. Şair göstərir ki, bütün zəhmət onlara aid olsa da nəticə başqalarının xeyrinə olur. Bəyzadələr və xanlar feodal və hakim sinifi təmsil edirlər. Şair onlara ironik münasibət göstərir və haqsız üstünlüklərini tənqid edir. Cəhalət fərdi yoxsa sistemli problemdirmi? Cəhalət bütün aləmə hökm edən sistemli bir bəla kimi təqdim olunub və bu yalnız fərdlərin yox, cəmiyyətin ümumi problemini göstərir. Dildadə irfanlar elm, hikmət və mənəvi dəyərlərə bağlı insanlar və cəhalət hökm sürən cəmiyyətdə belə insanlar təhlükə sayıldığı üçün kənarlaşdırılır. Sortluqlu və döştüklü müsəlmanlar isə zahiri dindarlıqla batini imansızlıq arasındakı ziddiyyəti ifşa edir. Yəni zahirən dindar olanlar, əslində isə batinlərində imansızlıq olanlar, belə deyək, onların xüsusiyyətlərindən əsl dindarların xüsusiyyətləri qarşı-qarşıya qoyulur. Riyakarlığı orada satirik dillə ifadə edir Mirzə Əkbər Sabir. Dini kimliyin zahiri atributlara endirilməsi necə tənqid olunur? Burada istehzalar var, kinayələr var idi dinlə bağlı. Bunu görürük. 5-3 Süxəndan isə bir daha deyirəm, söz ustalarını nəzərdə tutur. Onların xüsusiyyətləri, onların deyək, nüfuzu aşağı idi. Bu söz ustalarının nüfuzu kimlərdən? Təbii ki, o döştüklü müsəlmanlardan aşağı idi. Dedik, ortaq cəhətlərdir. Gəlin indi topuldan testlərə baxaq. Neynərdin ilahi?
Təbii ki, A variantı olacaq əziz şagirdlər, hansı mövzuda yazılmışdı deyir. Qadın əsarətinin tənqidi burada yox idi. Qadın əsarətinə toxunmayıb. Sadəcə orada əsərin tam versiyasında nisvanları neynərdi İlahi deyir. Yəni göz yaşı axıdan qadınları, dul qadınları filan neynərdin İlahi deyir. Orada bir qarşılaşdırma aparır. Artıq onun adını çəkmək istəmirəm, başınızı qarışdırmaq istəmirəm. Qadın əsarəti yoxdur burada. Qərbə elmə inkişafa meyillilik mövzusunda xeyr, əslində qərbə və elmə inkişafa meyillilik mövzusu yox. Sadəcə belə deyək, inkişafdan qalan cahillik tənqid olunur. Azad məhəbbət, ilahi eşq bunlar yoxdur. Azadlıq uğrunda mübarizə də yoxdur. Doğru cavab A variantı olacaq. Yəni orada ətalət deyərkən nəyi nəzərdə tuturdu? Hərəkətsizliyi. Ətalət nədir? Boş durmaq, tənbəllik, süslük, tənqid olunurdu da. Zülm qarşısında dayanmaq. Əsərində, nöqtə-nöqtə əsərində Sabir bəşəri dəyərlərin qoruyucusu mövqeyində, harda ki bəşəri dəyərlərin mövqeyin və yaxud qoruyucusu mövqeyində dayanır deyirsə, onda mütləq biz neynərdin İlahi əsərini götürmək. Çünki bəşəri mövzuda yazılmış əsərdir. Neynərdin İlahi əsəri. Doğru cavab C variantımızdır. Növbəti, neynərdin İlahi şeir ilə bağlı? Şeirdə tərənnüm aparıcıdır. Doğrunu istəyir bizdən. Biz bilirik ki, tərənnüm yoxdur əsərdə. Həzəc bəhrindədir. Doğrudur. Lirik epik janrdadır. Xeyr. Lirik növdədir sadəcə. Epik olması üçün süjet xətti olmalı idi. Təmsili ən yaxşı, xeyr, təmsil yoxdur burada, şəxsləndirmə yoxdur. Məmmədquluzadənin 2R əsəri ilə forma və məzmunca səsləşir, xeyr. B variantı doğru cavabımızdır. Sabir neynərdin İlahi satirası ilə bağlı hansı fikir boşluğa yazıla bilər? Əsərdə məzmun zalımın zülmünə dözməsinə etiraz, yalnız Azərbaycan həyatı ilə məhdudlaşmır. Çarizmin müstəmləkəçilik siyasəti yoxdur burada əziz şagirdlər. Çarizmin müstəmləkəçiliyi daha çox cəmiyyətə düşündürən problemlər var burada. İnsan təbiətindəki ətalət və cəhalət tənqid edilir. Elə budur. Əsərdə tipi öz dilindən danışdırmaq Əkinçiyə aiddir. Şair gənc nəslin elmdən, təhsildən uzaq düşməsinə dərindən təəssüf hissi keçirir. Xeyr, gənc nəslin elmdən uzaq düşməsinə toxunulmayıb burada. Burada elmlə bağlı sadəcə dildadi irfanları qarşılaşdırır. Elm adamlarını cəhalət, bütün dünyaya hökm sürən cəhalətlə. Şeirdə müəllif məzlumları səbirli olmağa, xeyr, əksinə səbirli olmamağa çağırır. Zülm qarşısında dözməməyə çağırır. Bu hər kəsə aiddir. Yenə doğru fikir istəyir. Şairin satirik yaradıcılığına aiddir. Bəli, satira olduğu üçün götürürük. Gənc nəslin elmdən, təhsildən xeyr, indi dediyimiz kimi ona aid deyil. İnsanlığın taleyindən narahatlıq hissləri, bəli. Şair məzlumun zalımın zülmünə dözməsi ilə barışa bilmir. Məzlumun zalımın zülmünə dözməsi ilə barışa bilmir, bəli. 1, 3, 4. Satirik diyaloq yoxdur burada. Bu qədər əziz şagirdlər və müəllimlər, izləyən hər kəsə təşəkkürümü bildirirəm. Gələn dərslərdə görüşənədək.